qısa olaraq xatırlatmaq istəyirəm ki, Allah Taala bizə bəzi ibadətləri əda eləməyi əmr eləyib. O ibadətlərdən də əsası, hansı ki, hər birimizin davamlı olaraq ona ehtiyacımız olan ibadətdir, Allah Taalaya dua eləmək. Allah Taaladan istəmək öz ehtiyacımızı. Hansı ki, insan Allah Taalaya dua eləyib, ehtiyacını istəyəndə Allah Taala sevinir və fərəhlənir ki, qul Allahdan ehtiyacını istəyir və özünü Allaha möhtac olaraq göstərir. Çünki bütün insanlar Allah Taala möhtacdır. Olanı da, olmayanı da. Yəni kimin varıdır, o da Allaha möhtacdır. Kimin yoxudur, o da Allah Taala möhtacdır. Necə Allah Taala buyurur? Ya eyyuhən-nasu entumul fuqara'u ilallah vallahu huvel ganiyyul hamid. Ey insanlar, siz hamınız Allaha möhtacsınız. Allah isə heç kəsə möhtac deyil və Allah Taala tərifə layiqdir. Qul davamlı olaraq Allah Taala dua eləyib, Allah Taaladan öz ehtiyaclarını istəməlidir. Çünki bütün ehtiyacları qarşılayan insanların, hətta heyvanların belə ruzusunu, ehtiyacını verən Allah Taaladır.